kişi xəyanətinin qarşısı o vaxt alınacaq ki, kişilər xəyanət etdikdən sonra cəzalanacaqlar. Vəssalam. İnsan budur, insanı cəzasız tərbiyə eləmək mümkün deyil. Elə bir ali cəmiyyət yoxdur, olmayıb və olmayacaq ki, insan şuurlu şəkildə doğru yolu seçsin. İnsanı qorxudacaqsan ki, sən şəkər yeyirsən, diabet xəstəliyinə tutulacaqsan. Qatılıram. Quranda da həm mükafat var, həm cəza var. Yəni bizim sistemimiz budur. Bəli. Ona görə bəli, kişilər hələ də daha çox xəyanət edir, amma kişilərin xəyanəti cinsəl xəyanətdir, qadınların xəyanəti emosional xəyanətdir. Onlar evdəkini bəlli bir rol, vəzifə üçün istifadə edirlər. Çöldəki daha çox zövqə xidmət edir. Azərbaycan cəmiyyətində məsələn kişilər gəlir, deyir ki, mən onun nəyini əskiy eləyirəm ki, o məndən nə istəyir? Mən ona 8 martda bir çuval kartof aldım, əti alıb doldurmuşam soyuducuya, uşaqların hazırlıq pulunu vermişəm. Qadın kişidən bilirsiniz nə istəyir?